Hər vaxtınız xeyir olsun. Mən 2-ci Qarabağ müharibəsinin qazisi Rəhimli Mirana İlqaroğlu. Buradan cənab prezidentimiz İlham Əliyevə, hörmətli Mehriban xanıma və Vilayət Eyvazova səslənirəm. Mən Babək prospektində yerləşən Ritz Plaza'nın 3-cü mərtəbəsində fəaliyyət göstərən Lotto Lombard deyilən bir şirkətdən maşın əldə eləmişəm və o maşının aylıq 1044 manat ödənişini hər ay ödəmişəm. Elə məqam oldu ki, 2 ay krediti gecikdirdim və krediti gecikdirən vaxtında maşınımı sürürdüm. Avtoqəza elədim və bunlara zəng vurdum ki, maşının kasko sigortası var. Çünki mən maşını alanda orada kasko sigorta daxil bütün şərtlər pulu yəni içindədir, kreditin içindədir. Mən bunlara zəng vuranda ki, xahiş edirəm, maşını avtoqəza eləmişəm, kasko sigortanı göndərin, gəlsin, baxsın. Bunlar isə mənə dedilər, narahat olma, sabah gəl, həllidir, yolunu tapacaq. Səhəri getdim ki, maşınım qalıb ortalıqda, avtoqəza eləmişəm, maşınımız kasko sigorta gəlib baxmır. Onlar mənə dedilər ki, kasko sigorta eləməmişik, günah bizdədir, polisə falan vermə, biz sənin maşını düzəltdirəcəyik. Demə, bunlar dələduzluq edir, kasko sigortanın ödənişlərini məndən alıblar və kasko sigorta eləməyiblər, pulun mənimsiyib yiyiblər. Bunlar mənə dedilər ki, polisə vermə, dövlət orqanlarına şikayət eləmə, biz sənin maşını düzəldəcəyik. Gənclikdə yerləşən Sadiq adlı ustanın yanında maşını qoyublar, mən də hər gün gedib maşınıma baxırdım. Maşına 16.500 manat xərc çəkiblər, 16.000 hardasa. Və bu 2 ay avtoqəza eləyəndə 2 ay olan gecikməmi bunların öz kartlarını atmışam və çeklər də məndədir. Maşınım tamam düzələndən sonra maşınımı istəyəndə mənə maşını vermədilər. Mənə dedilər ki, maşını vermirik, kasko, sigorta, yarı pul, 16.000 pul xərc eləmişik, yarısını sən verməlisin, yarısını mən verməliyəm. Mən də bunlara dedim ki, kasko, sigorta mənim elədiyim ödənişin içindədir. Hamısı bir yerdə ödəniş eləmişəm sizə. Bunların isə deyiləcək sözü, maşını vermirik, get əlindən nə gəlir elə və mən onlara deyəndə ki, mən Qarabağ qazisiyəm, onlar mənə dedikləri söz birdən oldu ki, bizə qaziyyət maraqlı deyil, bizi maşını vermirik, əlindən nə gəlir, get elə. Xahiş edirəm, buradan səslənirəm. Cənab İlham Əliyev, cənab Mehriban xanım, cənab Vilayət Eyvazov, mənim bu işimə düzgün yanaşasınız, şikayətlər də eləmişəm, baxan yoxdur, idarəyə də, Nizam rayon idarəsinə də şikayət eləmişəm, Nizam rayon 23-cü bölümüyə də şikayət eləmişəm, hamısı mənim işimə baxmır, mənim işimə yaxın durmur. Sizdən çox xahiş edirəm, mən ora ödədiyim pul heç nə yox. Cənab prezidentimiz İlham Əliyevin mənə ayırdığı 5200 manat sigorta pulu, yəni 2750 manat hardasa qanımın puludur, sigortanın puludur, 2500 manata yaşat verdiyi pulu da ora ödəmişəm. Mənim qanımın pulunu ora ödəmişəm, onlar mənim maşınımı mənimsəyib maşınımı vermirlər, ödədiyim çeklər də məndədir, hamısı da subut olaraq qalır. Amma mənim maşınımı vermirlər, 1 il yarımdır mən sürünürəm, polis bölmələrində, idarələrdə, nə də eləyirəm, deyirlər, get əlindən nə gəlir, onu da elə. Heç kim də mənim işimə baxmır, çox xahiş edirəm. Cənab prezidentimiz İlham Əliyev, cənab Mehriban xanım, cənab Vilayət Eyvazov, mənim istədiyim o deyil, haqq yerini tapsın. Mən bugünkü gün bizim vəzifə borcumuzdur, bayrağımız üçün, qeyrətimiz üçün, namusumuz üçün, millətimiz üçün döyüşmə hər bir Azərbaycan kişisinin borcudur. Mən o borcumu yerinə yetirmişəm. Amma mənim qanımın, mənim cənab prezidentim mənə ayırdığı pulumu yeyirlər. Maşınımı da əlimdən alıblar. Ay bayda ödənişini də ödəmişəm, çeki də məndə qalır. Və nə də desəm, deyirlər, biz sənə pul da vermirik, maşın da vermirik. Bugünkü nə mənim maşınım var, nə də bir şey. 10.700 manat ilkin ödəniş ödəmişəm. 1044 manatdan da ayda 10 ay 1044 manat ödəmişəm. Çekləri də hətta hamısı qalır. Bugünkü gün mənə nə maşını verirlər, nə pulu verirlər, əlindən nə gəlir, get elə də deyirlər. Xahiş edirəm, mənim bu müraciətimə baxasınız, çox xahiş edirəm. Sağ olun, salamat qalın.